ABŞ prezidenti Donald Trump İrana qarşı genişləndirilmiş hərbi variantları, o cümlədən nüvə və raket obyektlərinə zərbələr endirməyi və ölkə daxilində mümkün reydləri nəzərdən keçirir. Bu barədə New York Times informasiyanı tirajlayıb. Seçimlər hədəf hava hücumlarından tutmuş, gizli əməliyyatlara və İran rəhbərliyini qeyri-sabitləşdirmək səylərinə qədər dəyişir deyə New York Times'ın tirajladığı informasiyada qeyd olunub. Vəzifədə olduğum ilk müddətdə ordunu qurdum, indi isə İran adlanan yerə gedən bir qrupumuz var. Ümid edirəm ki, bundan istifadə etmək məcburiyyətində qalmayacağıq, Trump jurnalistlər açıqlamasında qeyd edib. Trump'ın açıqlamaları indi biraz qeyri-ciddi sayırıq, amma bundan əvvəl də 12 günlük müharibədə Birləşmiş Ştatların da qırıcıları İranın o strateji nöqtələrinə zərbələr endirdi. Növbəti Trump'ın təbirincə desək hücum mümkün hesab edirsinizmi? Bu qədər zarafat olmaz. İran üzük qaşı kimi mühasirəyə alınıbdır. Amerikada böyük dövlətdir. Onu Trump qurmayıb ki, 100 illərdə onu quran oğullar var. Onlar Trump'a hazır, necə deyirlər, istehsaldan təzə çıxmış maşın kimi cavabacaq bir dövlət verirlər. Bu da dövlətin imkanlarından istifadə edərək oğlanı alınır. Nobel sülh mükafatına iddia edir, nə bilim, başqa dövlətləri təhdid edir, adamları hədələyir və s. Bəli, İran, amma bununla yanaşı bir şey deməliyəm. İran həm özü gizli yollarla Amerika ilə danışıqlar aparır. Amma 2 gün əvvəl Abbas Araqçının açıqlaması oldu ki, birbaşa təmasımız tamamilə dayanıb. Yəni rəsmi informasiyadır bu. Üçüncü dövlət vasitəsilə də, ən azından Türkiyə vasitəsilə də bu danışıqlar aparır. Amma danışıqlar ona görə dayanıbdır ki, Amerika tərəfi İrana qarşı yerinə yetirilməsi mümkün olmayan iddialar, çağrışlar irəli sürür. Məsələn, Trump dedi ki, mən güman edirəm ki, bizim tələblərimizi İran axıra qədər diqqətlə dinləyib, başa düşəcək və onları yerinə yetirəcəkdir. Əlbəttə, indi çağrışlarda nə var? Hakimiyyət dəyişilsin, molla hakimiyyəti, teokratik hakimiyyət, dünyəvi hakimiyyətlə əvəz edilsin, ölkədə keçid hökuməti qurulsun, keçid hökuməti yeni seçki qanununu işləyib hazırlasın və yeni seçkilərə hazırlaşsın və bir sözlə ölkənin dünyəvi rejimə transfer olması üçün lazım olan bütün tədbirləri həyata keçirsinlər. Bu tədbirlər əlbəttə ki, molla rejimi deməyəcək, heç zaman deməyəcək ki, gəl, Allah, hakimiyyəti sənə verirəm. Bu olmayacaq. Ona görə də danışıqlarda uğur qazanmaq mümkün deyil. Danışıqlar ola bilər, müxtəlif vasitəçilik səylər ola bilər. Ötən günlərdə Erdoğanla Trump danışanda danışığa üç tərəfli görüşün keçirilməsinə dəvət etdi bu proseslərin fonunda. Bəli. Qeyd edim ki, Türkiyə bu müdaxiləyə qarşıdır da bilirsiniz. Sözsüz bu müdaxiləyə qarşıdır. Azərbaycan da bu müdaxiləyə qarşıdır. Bizim düz qulağımızın dibindədir, sərhəddimizdədir. Biz nəyə görə orada 42 milyon bizim soydaşlarımız var. Nəyə görə onlar Amerikan bombaları altında, İsrail bombaları altında əziyyət çəkməlidirlər. Gəlin mümkün versiyalar üzərindən söhbətimizi davam etdirək. Deyək ki, bu hücum baş tutarsa elə qeyd etdiyiniz kimi Azərbaycan, eyni zamanda Türkiyə hansı mövqedən çıxış etməlidir? Azərbaycan əvvəla Trumpla, Azərbaycan prezidenti İlham Əliyev Trumpla danışıb və İrana qarşı hücumun olmamasını istəyib. Və sözünü də onunla əsaslandırıbdır ki, orada bizim çox sayda, 40 milyondan çox soydaşımız yaşayır və onların əzab çəkməməsi üçün biz bu müharibənin olmasını istəmirik. Danışıqlar yolu ilə məsələnin çözülməsini istəyirik. Azərbaycan tərəfi həmçinin İsrailə ən azından dediyini
mən təsdiq eləyə bilərəm, söylədiyini təsdiq eləyə bilərəm ki, hücum əməliyyatları İranın şimal bölgələrinə olmasın. Yəni, Azərbaycanlılar yaşayan bölgəyə təyyarələrlə nöqtə atışları və yaxud da ki, təyyarələrlə bomba atışları olmasın. Çünki burada bizim soydaşlarımız yaşayır və bunlar həmişə İsrailə qarşı layal mövqedə dayanıblar. Mən onu deyək bilmirəm, iddialar var ki, o xüsusi strateji hərbi bazalarda bizim soydaşlarımızın yaşadığı ərazilərdə yerləşdirilib İranda. Bəli, strateji bu nüvə silahının hazırlanması ilə bağlı aparılan tədqiqat işləri Azərbaycan ərazisində deyil. Onu kim deyir, bilir. Azərbaycanla elə bil ki, Farsistan vilayətinin, Fars Osmanlığının arasında böyük dağlar var. O dağların altında yerləşir. Dağlar çox dərində xüsusi mövqelər qazılıbdır və bu mövqelərdə tədqiqat aparılır və eyni zamanda uranın saflaşdırılması ilə bağlı fuqalar yerləşdirilir, fuqa deyirlər onu. Və oradan uranın saflaşdırılması prosesi həyata keçirilir. Mənim zənnimcə ətrafda 1, 2, 3, 5 Azərbaycanlı yaşaya bilər, amma həmin əyalətlərin heç biri Azərbaycan əyalətləri deyil. Və ilk zərbələr də həmin bu nüvə silahının hazırlanması ilə bağlı olan o dağların altında yerləşdirilmiş xüsusi bunkerlərə zərbələr endiriləcək və üstəlik də Azərbaycanlılar həmin bölgədən yəqin ki varsa, mənim zənnimcə orada çox azdır. Çox azdır. İsfahan, məsələn, İsfahan ölkənin mərkəzinə doğrudur, cənubuna doğrudur. İsfahanın ətrafında vaxtı ilə Şah Abbas tərəfindən köçürülmüş, özü Naxçıvandan köçürülmüş Azərbaycan kəndləri var. Mən şəxsən o kəndlərin birində olmuşam İrana səfər zamanı. Oradakı yerli əhali ilə danışmışam. Çox kasıb yaşayırlar, amma çox qonaqpərvər, ürəyi açıq adamlardır. Farslılar da elə? Yox, bizim soydaşlarımız. Culfadan köçürülüblər. Ondan sonrasına bizim Ordubatdan köçürülüblər. 5-6 kənddir. Bu kəndlərin birində oldum və ətrafdakiləri göstərdilər. Dedilər ki, bu da Azərbaycan kəndləridir. Dillərini qoruyub saxlayıblar. Çox təmiz Azərbaycan dilində danışırlar. Ondan sonrasına dolanışıqları qane edici deyil. Dağlıq ərazilərdir, quraqlıq zonalardır. Əkin-biçin aparmaq çox çətindir. Heyvandarlıqla məşğul olurlar və s. və s. Amma bütün bunlara baxmayaraq, onların dilindən mən gilə-güzar eşitmədim. Yalnız bir qoca kişi dedi ki, mən Şah Abbası lənətləyirəm ki, bizim babalarımızın bağlı, bağçalı, gözəl yaşayış yeri olan Ordubatdan bizi köçürür, gətiriblər bura. Bax, ona görə də bir ondan narazı idilər. İndi insanlar alışıblar, mühitə alışıblar, amma İran bu saat azlıq, səfalət içərisində boğulur. O anda olan Azərbaycanlılar. Evlər palçıqdan tikilmiş evlər, kərpiçdən tikilmiş, çiğ kərpiçdən tikilmiş evlər, evlərin üstü palçıqla suvanıbdır. Evlərin içərisində necə deyirlər, döşəmələr hamısı palçıqdandır və insanların geyimi, gecimi də yenə də deyirəm, elə də müasir sivilizasiyanın tələbləri səviyyəsində deyil. Çox kasıb bir həyat tərzi sürürlər. Amma bütün bunlara baxmayaraq onlar öz hökumətlərindən narazılıq etmədilər.